Ucarda fərdi yaşayış evi yanıb. Hadisə axşam saatlarında rayonun Həsən bəy Zərdabi küçəsində baş verib. Belə ki, rayon sakini 1964-cü il təvəllüdlü Kamil Əhmədoğlu Əhmədova məxsus ümumi sahəsi 80 kvadrat metr olan 2 otaqlı zal və mətbəxdən ibarət yaşayış evində güclü yanğın baş verib. Yanğın zamanı evin bir hissəsi yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Ucar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı evdə kirayədə qalan Şahnaz Əliyevanın halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılıb. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Denaz TV üçün.